cəmi şəhərə gedən avtobusdan 10 metr məsafədə, 10 metr məsafədə sənə 2 mərtəbə, 3 otaq ən ucuz evi tapmışam. 2 mərtəbə, 3 otaq, tam təmir, kötü yaşa. Evin əsas giriş hissəsilə tanış olaq. Dəhlizidir bu hissədə. Bura qalx qızarmat olmasa, oradan həyətini göstər bax. Dəhlizi buradadır, evə giriş hissəsi. Hamamız sanuzelini göstərək. Tam təmirlidir. Hazır kötü yaşa bir vəziyyətdədir. Bura evin giriş hissəsidir. Girişdə burada mətbəxdir. Görürsünüz. Burada mətbəxin baş tərəfi zaldır. Bir dənə böyük bir dənə padvalı var. Yəni rahat ayaqüstə gəzə biləcəyin bir padvaldır. İndi isə qalxaq 2-ci mərtəbəyə doğru. Mərtəbə. Göstərək pilləkənləri. Burada qardirob yığa bilərsiniz. Bu hissədə yerləşir evin yataq otaqlarından biri. Bax, pəncərənin qarşısı açıqdır. Skvaznoy bir evdir. Pəncərəni açırsan iki tərəfə də baxışı var. Xırdalan şəhərində 119 nömrəli avtobus düz qapının ağzından keçir. Yəni rahat. Həyəti yoxdur, əvvəldən deyim. Bu videoya baxanda səsi açın, baxın. Burada da ikinci yataq otağı. Bunu da pəncərəsini açırsan, havalanır. Satış qiyməti 61.000 yeni Azərbaycan manatı. Real alıcı ilə də qiymətlər razılaşma olunacaq. Bu günlük bu qədər. Hələlik videoları bəyənib fikirlərinizi bildirin. Sağ olun.